konferansı bizler için təşkil etdiyi için Profesör Çiğin İbrahimov ve onun komandasına öz teşekkürümüzü bildirirəm ve bizim için de, zalıqlar için de, yer ayırdığı için çok sağ olsunlar. Ve öz müəllimlərimi salamlayıram. Çok vaxt edirəm ki, gündə başımız üstündəsiz. Allah sizi var eləsin, canınız sağ olsun. Şimdi bugün uşaqlarda daha çok rast gəlinen çətin problemlerden biri kanal atreziyanın müalicəsində yeni yanaşmamdır. Atreziya hamımız bilirik nədir? Kanal atreziya nazal apertura prostorunun bir veya hər iki tərəfinin tamamıyla obstruksiyası nəticəsində burun boşluğu ilə nazofarinks əlavəsinin pozulduğu en çok rast gəlinen anadan gəlmə anomaliyadır. Yəni ikisində bir tərəflidir. Daha çok sağ tərəfli atreziya rast gəlinir. Ananın yaşı xəstəliyin yaranmasına səbəbdir. Zistlər, mandibulofacial sinusitlər, mikrosefaliya, mikrognatiya, nazofaringeal anomaliyalar, palatal defektlər, Fetcher kolini. Nazofarinksin ayna ilə müayinəsi, arxarinostaki, nazofarinksin parmaqla müayinəsi, endoskop istifadə olunan metodlardan biridir. Görüş saat daha yaxşıdır. Bu vəzifəsi ilə bu şəklində sərt damağa tələb edilir. Böyük palatin arteriolar zərər vermək vacibdir. Çünkü əməliyyat yaxşıca etsək belə, palatin arteriyola zədələsək, sonraki müddətdə nekroza səbəb olur. Palatin sümük atreziyalı səhifə və posterior fomer mukozal pleblərə zərər vermədən turlanmalıdır. Yeni yaradılan xuanaya 4-6 həftə stent tətbiq olunur. Bu metoddan istifadə etdikdə, təbii ki, ileri yaşlarda stentlərin çıxarılma müddəti qısalır. Bu frontonazal displazi ile ameliyat olmuş bir xəstədir. Öncədə sağ olsunlar çok bacarıqlı cerrahlar bundan ameliyat etmişler. Sadece alın nahiyəsində, sifətində, burunda olan deformasyonlardan qalxmış və ilkin olarak kanal atreziyanında bərp etmeye çalışmışlar ve orada turlanma işi kifayət qədər aparılmadığı için resinir səbəb olmuştur. Çünkü o kalın vomerin bir hissəsi və sərt damağın arka hissələri qalmışdır. Nazofarinks sayısı çok dar olduğundan resinir olmuştur. Bunu tekrar əməliyyat etdik. Şükürler olsun Allah'a ki, yaxşı təsir etdiniz.